Və sonra İbn-i Qeyyim buyurur ki, rahiməhullah, fəstiqamətul qalb bi şeyeyn. Qəlbin istiqaməti iki şeylə düzəlir. Qəlbin düz istiqamətini istəyirsənsə, düz istiqamətdə getsin, iki şeylə düzəlir. Birincisi, ən təkunə məhəbbətəllahi tealə tətəqəddəmu indəhu alə cəmiyyül muhab. Allaha olan məhəbbəti insanın bütün sevgilərdən qabağı, yəni öndə olmalıdır. Allaha olan məhəbbəti insanın bütün sevgilərdən qabaqda olmalıdır. Və izə təarədə hubballah və hubbə qeyrihi, Allaha sevgi ilə başqasının sevgisi ziddiyyət təşkil edərsə, yəni iki seçim arasında qalsan, biri Allah sevgisidir, biri də başqası. Bu zaman, əgər Allahın sevgisini, məhəbbətini öndə tutsan, yəni onu etsən, artıq sənin qəlbin düzgün istiqamətdədir. Artıq sənin qəlbin düzgün istiqamətdədir. Və ikincisi, təzimul əmr və nəhi. Allah Taala'nın əmr və qadağanları təzim etməklə. Yəni birincisi, bütün məhəbbətləri, Allaha olan məhəbbəti, bütün məhəbbətlərdən üstün tutmaq. İkincisi də Allahın əmrlərini və Allahın nəhi etdiklərini təzim etmək. Yəni uzaq tutmaq. Yəni, əgər Allah Taala əmr edibsə, ona aşağı baxmamaq, yəni ona yüngül baxmamaq, yəni təzim eləmək, yəni çox təhlükəli bir şey də etməsəm və ya misal üçün nəhy edibsə, ona yüngül baxmamaq. Yəni Allah Taala deyibsə ki, içki içmə, içmirsən həqiqətən. Yəni Allah Taala'nın nəhyini təzim edirsən, uzaq tutursan bu işi. Bu artıq qəlbin istiqamətlənməsinə ən böyük səbəbdir. Görürsən, bəzi insanlar ümumiyyətlə məhəl qoymur və deyir, misal üçün, yəni Allahdır, əmr eləyir, heç mahiyyətinə varmır kimi əmr eləyib. Nəhy eləyib, mahiyyətinə varmır, eləyir onu. Yəni Allahın əmr və nəhiylərini təzim eləmir insan. Əgər təzim eləsə, artıq insanın qəlbi salamatdır. Və buyurur ki, Allah Taala deyir ki, bir ayədə, mə ləkum lə tərcunə lillahi və qara. Sizə nə olub ki, siz Allah Taala'nı təzim eləmirsiniz? Sizə nə olub ki, siz Allahı təzim eləmirsiniz? Və insan Allahın əmrlərini qardaşlar təzim etsə və qadağanlarını təzim etsə, artıq birbaşa Allahı təzim etmiş olur. Yəni sən, əmr edəni sən təzim edirsən artıq və nəhy edəni edirsən. Yəni sən nəhyi təzim etməklə, yəni uza tutmaqla artıq o qadağan edəni sən uzaldırsan Allahı. Yəni yüngül baxmırsan işə. Və görürsən, burada İbn-i Qeyyim buyurur ki, فَإِنَّ الرَّجُلُ قَدْ يُتَعَاتَ فِعْلُ الْعَمْرِ لِنَنْظُرَ الْخَلْقِ وَطَلَبُ الْمَنْزِلَ وَالْجَاحِ عِنْدَهُمْ. Bəzi insanlar deyir, əmrləri yerinə yetirir, hansısa insanın yanında hörmətli olmaq üçün və şan-şöhrət əldə etmək üçün və ya misal hansısa mənzilə çatmaq üçün. Yəni, əmri edir, Allahı təzim etmək üçün, yəni əmrin özünü təzim eləmir. Yəni, bunu Allah Taala əmr edir, mən də eləyirəm. Əmri edir ki, yəni kiminsə yanında hörmətli olsun və ya hansısa mənzilə çatsın. Bu təhlükədir, qardaşlar. Və misal üçün, qadağanı, nəhyi, Allah Taala nəhy eləyib ki, eləmə, onu eləmir ki, filankəsin gözündən düşər. Filankəsin gözündən düşər və ya sənin misal üçün, dünya aqibəti sənə, yəni sən dünya aqibəti ilə üzləşərsən. Və ya misal üçün, sənə desələr ki, misal üçün, zina eləmə, filan aqibət var, sən onun qorxusunu eləmirsən. Amma səni bunu etməməyə doğduran şey nə olmalıdır? Yəni Allah nəhy edib deyə etmirsən bunu. Yəni sən təzim etməlisən Allahın əmrini, Allahın nəhyini. Yəni insan əgər bu cür olsa artıq, yəni insanın qəlbi salamatdır. İxlasla.com saytı tərəfindən təqdim olundu.